İctimai nəqliyyatda yaşlı bir insana yer verməmək, növbədə gözləyənlərin qabağına keçmək, yolda tələsərkən ətrafdakıları nəzərə almamaq. Son illər bu kimi hallarla tez-tez rastlaşırıq. Həyatın sürətli tempi, gündəlik qayğılar və artan stres fonunda insanlar daha çox öz ehtiyaclarını ön plana çıxarırlar. Bir çoxları hesab edir ki, cəmiyyətdə empatiya hissi zəifləyib, insanlar qarşı tərəfin nə hiss etdiyini anlamağa əvvəlki qədər maraq göstərmirlər. Psixoloq İlahə Aslanovanın fikrincə, insanların daha çox özünü düşünməsinin əsas səbəblərindən biri müasir həyatın yaratdığı psixoloji yükdür. Artan stres, maddi problemlər, iş gərginliyi və gələcəklə bağlı narahatlıqlar insanların diqqətini ilk növbədə öz ehtiyaclarına yönəldir. Burada sosial medianın da rolu böyükdür. Çünki sosial mediada səni özünü göstərməyinə, daha çox fikrin özünə yönəlməsinə yönləndirir və burada da artıq başqasını dinləməkdən çox daha çox özündən danışmağa fokuslanmış oluruq. Bəs yaxşı sual yaranır ki, əvvəllər daha çox idi emosional bağlılıq və ya daha çox idi empati duyğusu. Xeyr, əvvəllər də münaqişələr var idi, əvvəllər də ayrı seçkiliklər var idi. Sadəcə olaraq əvvəllər daha çox insanların bir-biri ilə zaman keçirməsi var idi. Daha çox insanların bir-birini dinləməsi var idi. Hal-hazırda bu düşüncə və bu yanaşma biraz arxa plana keçib. Empatiya hissinin qorunması cəmiyyət üçün vacib amillərdən hesab olunur. Çünki qarşılıqlı anlayışın zəiflədiyi mühitdə həm sosial münasibətlər, həm də insanların bir-birinə olan etimadı zərər görür. Bəzən bir insanı anlamağa çalışmaq, ona yol vermək və ya sadəcə diqqətlə dinləmək cəmiyyətin daha sağlam və daha humanist olmasına töhfə verə bilər. Firuzə Məlikzadə, Nuranə Sultanova, Xəbər Ertəsi.